Salam əziz izləyicilərim, necəsiz? Bugün sizinlə kəsr hissələrinin müqayisəsini keçəcəm. Yenə də Namazov kitabından, çalışma kitabından 4-cü sinifdən izah edəcəm. Deməli, birinci sualımızı oxuyuram. Rəngli hissələrə uyğun gələn kəsrləri yazın və müqayisə edin. Uşaqlar, bilirsiniz ki, baxın, bu çox bucaqlı bir fiqur veriblər bizə və onun yarısını rəngləyiblər, yarısını rəngləməyiblər. Bunu necə biz taparıq? Ümumiyyətlə, belə bizə fiqurda kəsr hissəsi veriblərsə, ilk əvvəl bütün xanaları sayırıq. Neçə xanadan ibarətdir? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6. Gördüyünüz kimi bura 6 oldu. Ümumi 6 dənədir. 6 dənə oldu. Gəlin digərini də sayaq indi. 1, 2, 3, 4, 5, 6. Burada 6 dənədir. Burada 6-dır. Deməli, hər iki fiqurun bərabər sayda hissələrə bölüblər. Yaxşı, bizdən rəngli hissələri soruşduğuna görə biz rəngli hissələri neçə dənədir sayırıq? 1, 2, 3. 3 dənə birinci fiqurumuzda kəsilib. 2 dənə 1, 2. 2 dənə də digər fiqurumuzun rənglənmiş hissəsi var. Biz rənglənmiş hissəni saydıq. 3, digərində isə 2. Baxın, gördünüz, belə bir fiqur qarşınıza çıxıbsa ümumi sayırıq, sonra rənglənmiş hissəni sayırıq. Deməli, kəsri də bu şəkildə göstərdik. Bizdən müqayisə etməyimizi istədiyinə görə mən bu şəkildə hər ikisini də yazdım. Gəlin indi daha aydın bir izah verim sizə. 6 məxrəcdir, 3 sürətdir, bu isə xətt kəsr xəttidir. Düz xətt kəsr xətti. Baxın, yazıram buradan. Bu kəsr xətti. Kəsr xəttidir. Burada 6 məxrəcdir. Bu isə sürətdir. Yuxarı hissədə duran rəqəm sürətdə dayanmış. Yəni, belə deyim də, kəsr xəttinin üstü sürət, altı isə məxrəc adlanır. Və hər zaman məxrəc sürətdən böyük olmalıdır. Əgər 6-da 3 verilibsə, düzgün olan bir kəsirdir. Əgər yox, 3-də, məsəl üçün 6 və yaxud da fərq yoxdur, 1-də 2 veribsə, bunlar düzgün olmayan kəsirlər adlanır. Və biz kəsirlərin məxrəcləri bərabər olduğu üçün biz buna götürüb bərabərdir işarəsini qoymuruq. Kəsirlər bərabərdir, sürətləri müqayisə edəcəyik. 3 verilib və 2 verilib. Deməli, 3 2-dən böyük olduğuna görə burada bizim müqayisəmiz 6-da 3 böyük olacaq, 6-da 2-dən. Digərlərdə eynən bu şəkildə baxın, ümumi sayacaqsınız. Rənglənmiş hissəni götürüb kəsrin sürətinə rənglənmiş hissələri qeyd edəcəksiniz. Fərqi yoxdur. Fiqur necə fiqur olur olsun. Baxın, kvadrat var, 3 bucaq var, dairə var, 4 bucaqlı var. Fərqi yoxdur. Bunların hər biri ümumi sayacaqsınız. Bütöv xanaları sayacaqsınız. Məxrəci də bütövün cavabını yazacaqsınız. Necə ki, biz ümumi neçə hissəyə bölünüb onu yazırıq. Məxrəcidə məxrəc aşağı hissədir gördüyünüz kimi. Sürət isə rənglənmiş hissələri isə sürətə yazacağıq. Baxın, bu şəkildə işləyirik. Bu fiqurlar üzərində idi. Gəlin bunu kəsri müqayisə edin. İkinci misala baxırıq. Görürsünüz, yenə də məxrəclər bərabərdir. 8 məxrəcdir. Bu kəsr xəttidir. 5 və 3 isə sürətdə dayanıb. Məxrəclər bərabər olduğuna görə biz sürətləri, yəni 5 ilə 3-ü müqayisə edirik. 5 böyükdür, yoxsa 3? Təbii ki də 5 böyükdür. Ona görə də 8-də 5 böyükdür 8-də 3 rəqəmindən. İşarəmiz isə bu işarə böyük işarəsini göstərir. Yadınızda saxlayın ki, hansı rəqəm böyükdürsə, işarənin, belə deyək, üçbucağın ağzı böyük olan rəqəmə tərəf açılır. Məsəl üçün, burada 9 ola bilər, burada 8 ola bilər. Sonra burada 6, məsəl üçün, burada 8-dirsə,
işarəmiz bu tərəfə. Baxın, böyük hansıdırsa, deməli, müqayisə işarəsinin ağzı həmin bu ağız hissə bu böyük olana tərəf açılacaq. Mən belə izah verdim. Siz də baxın, 9'a 4 böyükdür, yoxsa 9'a 7 misalının müqayisəsini şərh bölməsində qeyd edərsiniz. Sağ olun.